2025-2028-ci illər üçün süni intellekt strategiyası təsdiqlənib. Bununla bağlı ölkə başçısı sərəncam imzalayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseybov deyir ki, süni intellekt texnologiyaları getdikcə inkişaf etməkdədir. Son illər isə inkişaf etmiş ölkələr mərhələli şəkildə özlərinin süni intellekt strategiyalarını hazırlayırlar. Azərbaycanın təsdiq edilən süni intellekt strategiyasında da bir sıra mühüm istiqamətlər öz əksini tapıb. Burada əsas məqsəd həm də ölkənin iqtisadi inkişafına dəstəyin verilməsi, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması məsələsidir və təsadüfi deyil ki, burada müxtəlif istiqamətlər var ki, o istiqamətlərdən biri də məhz biznes mühitinin inkişaf etdirilməsi məsələsidir. Və süni intellektin inkişafı ilə bağlı bu strategiyada kompleks yanaşma sərgilənmişdir. Birinci növbədə burada infrastrukturun inkişafı məsələləri öz əksini tapmışdır. Strategiyada kadrların hazırlanması, vətəndaşların bu istiqamətdə maarifləndirilməsi, eyni zamanda süni intellektdən daha təhlükəsiz şəkildə istifadənin təşviq edilməsi ilə bağlı geniş tədbirlər müəyyənləşdirilib. Eyni zamanda əlbəttə ki, mərhələli şəkildə biz bu istiqamətdə həm də qanunvericilik bazasının daha da inkişaf etdirilməsini görəcəyik. Çünki bu yeni strategiya süni intellektdə, belə deyək də, daha geniş aspektdən baxır. Bu kifayət qədər əhəmiyyətlidir. Ölkənin iqtisadi inkişafı üçün, gələcək stabil iqtisadi inkişafı üçün, milli təhlükəsizlik üçün kifayət qədər önəmli əhəmiyyət kəsb edir. Çünki müxtəlif beynəlxalq təşkilatların proqnozları var, beyin mərkəzlərinin proqnozları da ondan ibarətdir ki, süni intellekt 2030-cu ilədək ölkələrin iqtisadi inkişafını kəskin formada dəyişəcəkdir və ümumdaxili məhsulda, belə deyək, süni intellektin payı əsaslı şəkildə artacaq. Müxtəlif proqnozlar var. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Şəhla Poladova, David İbrahimov, Xəzər xəbər.